Bir burada yazılıb ki, üçbucağın birinci tərəfi 8 santimetr, ikinci tərəfi isə 20 santimetrdir. Birinci tərəfə endirilmiş hündürlük 5 santimetr olarsa, ikinci tərəfə endirilmiş hündürlüyü tapın. Bu ifadənin misal həll eləməsi bir dənə üçbucaq çəkirik və bu üçbucaqda deməli üçbucağın D tərəfi 8-dir. Birinci tərəf 8, digəri olsun 20. Birinci tərəfə endirilmiş hündürlük 5-dir. Bu tərəfə endirilmiş hündürlük 5-dir. İkinci tərəfə endirilmiş hündürlük istəyir. Burada bir h deyək. Bu cür qayda bu cürdür ki, 8-i vurursan, yəni birinci hündürlüyümüz nə qədərdir? 8. Tərəf 8-dir. Ona endirilən hündürlük 5-dir. 8 vurulsun 5 bərabərdir. İkinci tərəfimiz 20-dir. Ona endirilən hündürlük isə h-dır. Buradan h-ı tapanda 8, 5-in 40, 40-ı 2-yə bölürəm 20 cəbəndə olur cavabımız. İkinci sualda üçbucağın iki tərəfi 4-6 santimetrdir. Üçbucağın deməli iki tərəfi 4-6 santimetrdir. Üçbucağın perimetri aşağıdakıların hansı ola bilməz? Deməli yenə bir üçbucaq çəkirik. Və bu üçbucaqda yazılıb ki, iki tərəfi 4-dür, 6-dır. Üçbucaq bərabərsizliyi bu cürdür ki, iki tərəfin cəmi üçüncüdən böyük olmalıdır. Fərqi isə kiçik olmalı. Yəni 4 plus 6 böyükdür x-dan. O da böyükdür 4 çıx 6-dan. 4 üstə 6 10 böyükdür x-dən, o da böyükdür 2-dən. Yəni sənin bu tərəfin 2 və 10 aralığında olmalıdır. Perimetrini tapsaq 4 üstə 6 neçə edir? 10 edir. P bərabərdir 10. 10 üstə neçə gəlsə, bunlardan olur. Məsələn, 2 ilə 10 aralığına baxsaq, 2-dən böyük 3-dür, düzdür? Burada 10 üstə 3 gələndə 13. Ola bilər, bu getdi. 4 ola bilər, 14. Cavabları yoxdur. 5 ola bilər. 10 üstə 5, 15 ola bilir. 6 ola bilər. 7 ola bilər. Cavablarda yoxdur. 8 ola bilər. 9 ola bilər. 19 yoxdur. 10 ola bilməz. Yəni bu tərəf 10 olsa 2 və 10 aralığında olmalıdır. 10 ola bilmir. Bir də 11 ola bilmir. 4 üstə 6 10. Bu tərəfə 11 yazsam perimetr nə olur? 21. Yəni cavabın 21 ola bilmir. Sonra üçüncü sualda yazılıb ki, BD tənbölən olarsa BC tərəfini tapın. Necə taparıq burada? Əgər tənböləndirsə, tənbölənin xassəsi odur ki, burada tənböləndirsə 6-nın 3-ə olan nisbəti tərəfin bölündüyü hissələr tərəfin böldüyü hissə bərabərdir. BC bölünsün 4-ə. Deməli, çarpaz vuranda 24 bərabərdir 3 dənə BC. Buradan BC-ni tapanda 24-ü 3-ə bölündə 8. Cavab oldu A bəndi. Sonra dördüncü sual 120-nin kvadratı çıxılsın 116 vur 124 çıx 4-ün kvadratının ifadəsini hesablayın. Biz burada nəyə baxırıq? 116-nı biz necə yaza bilərik? Bərabərdir. Yazıram 120-nin kvadratını olduğu kimi saxlayıram. 116-nı mən 120-dən 4-ü çıxanda 116-nı verir. 120 isə 4-ü gələndə 124 edir. Yəni sən 116 vur 124-ü 124 çıx 4 120 plus 4 kimi yaza bilərik. Çıxılsın 4-ün kvadratı bərabərdir. Deməli, 120-nin kvadratı olduğu kimi qalır. 120-ni 120-yə vuranda 120-nin nəyi olur? 120-nin kvadratı olur. Kvadratı. Mənfi 4-ü müsbət 4-ə vuranda mənfi 16. Qabaqdan mənfi var, müsbət 16 olacaq. Mənfi 4-ün kvadratı 16. Bu 16-lar ixtisarı gedir. 120-nin kvadratları da getdi. Yerdə qaldı 0. Cəbəndə. Sonra 5-ci sual 3x kvadrat üstə gəlib 5x plus 2 ifadəsinin vuruqları ayırmaq lazımdır. Bu ifadənin vuruqları ayırmaq üçün deməli biz ikinci həddi parçalamaq lazımdır. Yazıram burada. Birincisi olduğu kimi qalır. 3x kvadratı olduğu kimi qaldı. 5x-i mən 3x plus 2x kimi yaza bilərəm də, düzdür? Toplayanda 5-i verir onsuz. Üstə gəl 2 bərabər. 3x kvadrat üstə gəl 3x-dən 3x mötərizə xaricdən çıxır. Qalır x plus 1. 2x plus 2-dən də 2 mötərizə xaricinə çıxır. Qalır x plus 1. Hər ikisində x plus 1 var. Çıxır mötərizə xaricinə. Yerdə qalır
3x plus 2. Yəni sənin cavabın olur x plus 1 vurulsun 3x plus 2. 3x plus 2 üstə gəl x plus 1. Hansı variantdır? A bəndi. Sonra 6-cı sual. Deyir ki, vuruqlara yenə ayırmaq lazımdır. Vuruqlara ayıranda bu deməli necə olacaq bu ifadə? Aha. Deməli biz bu ifadəni yazmaq üçün bu a kvadratı, buna da bir b kvadratı desək, a kvadratı çıx b kvadratının asılışı necə idi? A çıxılsın b, a plus b. Bir dəfə yazacağıq a-nın yerinə x plus y minus 1. B-nin yerinə isə x sıx y plus bir dəfə a minus b, bir dəfə a plus b. Burada əgər mən çıxma qoysam x, qabaqda mənfi var plus y, müsbətdir, qabaqda mənfi var minus 1. Digər tərəfdən plusun yazıram. X yenə olduğu kimi yazıram. X plus y minus 1 üstə gəl x minus y plus 1. Mötərizəni bağlayıram. X-lər getdi buradan. Y isə y gələndə eləyir 2 dənə y. Mənfi 1-dən də 1 çıxanda mənfi 2. Digər tərəfdən x-də x gələndə 2x. Bu y-lər getdi. Mənfi 1-lər də getdi. Müsbət 1-lər getdi. Yəni sənin cavabın oldu bu cür. Deməli 2y çıxılsın 2 vurulsun 2x-a. Biz bunu vurub atsaq olacaq 4x y çıx 4x. Düzdür? Buradan mən 4x-i çıxarsam qaba qalacaq y minus 1. 4x vurulsun y minus 1 a bəndi. Sonra digər sualda nə yazılıb? B-si toxunandır. B-də 4-dür. Deməli B-dən 4 yazıram bura. A-da 3-dür. Sonra nə istəyir? B-si tərəfini də burada bir x-dir. Xassə necədir? Çöldəkinin kvadratı, yəni x-in kvadratı bərabərdir. Çöldə qalan hissə, yəni 4 vurulsun bütöv hissə. 4 üstə 3, 7. Deməli, buradan x kvadratı olacaq 4, 7-nin 28. X-i tapanda olacaq kökdə 28. 28-i mən 7 vur, 4 kimi yaza bilərəm də. 4-dən kök çıxır 2, 7-dən kök çıxmır, qalır kökün altında. Cavabın oldu 2x kökdə 7. Daha doğrusu x qiyməti oldu 2 kök altı 7 cəbəndə. Sonra 8-ci sual. Deyir ki, a üstü 5 üstə gəlsin. A üstü 5 üstə gəlsin. A üstü 5 minus a üstü 3 b üstü 4 çıx a b üstü 5 çox hədlinin dərəcəsini tapın. Bu ifadə bir hədlidir. Bunun dərəcəsi a üstü 5-dir. Bunun dərəcəsi 6-dır. Bunun dərəcəsi 3 üstə 4 gəldim 7-dir. Bunun dərəcəsi 1 üstə 5 gəldim 6-dır. Ən böyük dərəcə hansıdır? Siz baxın, 7 olacaq. Çox hədlinin dərəcəsində ən böyük qüvvətidir. 9-cu sual ixtisar edin. X kvadrat çıx 2 bölünsün. X kvadrat çıx 2 kök altı. 2x üstə gəl 2 deməli ifadəsini biz ixtisar eləmək lazımdır. Bu ifadə a kvadratı çıxılsın b kvadratının asılışıdır. A minus b, a plus b. Yəni mən bunu bu cür yaza bilərəm də. X kvadratı. Bunu da mən kökdə 2-nin mötərizə kvadratı kimi yaza bilərəm. Bir dəfə x minus kökdə 2. Bir dəfə nə olacaq? Bu deməli, bir dəfə nə oldu? X çıx kökdə 2, bir dəfə də x plus kökdə 2. Bölünsün, aşağıdakı ifadə isə x çıx kökdə 2-nin mötərizə kvadratına asılışıdır. Biraz fərqli rənglə yazaq ki, bilinsin. Görsənmir buradan. X çıx kökdə 2, 2 dənədir, ixtisar getdi. Yuxarıda qaldı bir dənə x plus kökdə 2-miz. Aşağıda nə qaldı? X minus kökdə 2. Yəni sənin cavabın oldu x plus kökdə 2 bölünsün x minus kökdə 2 cəbəndi. 10-cu sual. Onda nə yazılıb? Onda yazılıb ki, deməli, yazıb ki, 0 tam kök altda 0 tam %12 çıxılsın. 0 tam %32 çıxılsın 0 tam %18. Üstə gəl 0 tam %75 bərabərdir 7x bərabər 7x bölünsün. Onlarsa x-i tapın. Biz %12-nin, yəni mən bunu bu cür yaza bilərəm də. 12 böl 100 kimi yaza bilirəm %12-ni çıxılsın. 0 tam %32-ni də 32 bölünsün 100 kimi yazıram. Çıxılsın. 18, 0,18-də 18 bölünsün. 100 kimi yazıram. Üstə gəl 70, 0,75-i 75 bölünsün 100 kimi yazıram. Bərabərdir 7x bölünsün 10. Deməli 100-dən kök nə çıxır? 10 çıxır. Deməli 12-ni mən 4 vur 3 kimi yaza bilərəm. Kök çıxarsam 2 kökdə 3.
100-dən yenə kök 10 çıxır. 32-ni 16 vur 2 kimi yazıram. Bu da edir 4 kökdə 2. Çıxılsın. 100-dən kök 10. 18-i 2 vur 9 kimi yazıram. Buradan da 3 kökdə 2 çıxır. Üstə gəl. 75-i 25 vur 3 kimi yazıram. Burada 5 kökdə 3 çıxır. 100-dən kök 10 çıxır. Bərabərdir 7x bölünsün 10. Əgər məxrəzlər eynidirsə bir məxrəzdə yaza bilərəm. 2 kök altda 3 üstə 5 kök altda 3 gələndə eləyir 7 dənə kökdə 3. Mənfi 4 kökdə 2-dən 3 kökdə 2 çıxanda 7 kökdə 2 bərabərdir 7x bölünsün 10-a. Ondan ixtisar getdi buradan. Bu digər sol tərəfdən 7-ni hər ikisinin 7 var. Kök altına çıxardıram. Qalır kökdə 3 çıxılsın kökdə 2 bölünsün. Onlar ixtisar getmiş 1 qalmışdı. Bərabərdir 7x bölünsün 1-ə. 7-lər də getdi. X-in qiyməti nə oldu? Kökdə 3 çıxılsın kökdə 2 B bəndi. 11-ci sual. X kvadrat üstə gəl px minus 1 bərabərdir 0 kvadrat tənliyinin köklərinin kvadratlar cəmini istəyir. Yəni səndən x1-in kvadratı üstə gəl x2-nin kvadratını istəyir. x1-in kvadratı üstə gəl x2-nin kvadratını asılışı x1 plus x2-nin mötərizə kvadratı çıxılsın 2x1 x2-dir. Burada köklər cəmi nəyə bərabərdir? İkinci həddin əmsalının əksinə bərabərdir. Mənfi p-yə bərabərdir. x1 vurulsun x2 isə mənfi 1-ə bərabərdir. Deməli, burada ifadədə x1 plus x2-nin yerində mənfi p yazanda kvadrat olacaq p kvadratı. Çıxılsın 2 vurulsun. x1 vur x2-nin yerinə mənfi 1 yazıram. Yəni, olacaq sənin misalın bu cür. P kvadratı mənfi 2-ni mənfi 1-ə vuranda müsbət 2. Cavabın oldu p kvadratı plus 2. Y bəndi. 12-ci sualda NAB-nin kəsişməsi 4-dür. NAB-nin birləşməsi 19 olarsa, NA üstə gəl MB-nin cəmini tapın. Bizim bir düsturumuz var. NAB-nin birləşməsi bərabərdir. NA üstə gəlsin MB çıxılsın NAB-nin kəsişməsi. NAB-nin kəsişməsi. Buradan NAB-nin birləşməsinin yerinə 19 yazıram. Bərabərdir. NA-nın qiyməti yoxdur. MB-nin də qiyməti yoxdur. Olduğu kimi qalır. Çıxsın NAB-nin kəsişməsi, yəni 4-ə. Buradan NA üstə gəlsin MB-nin qiymətini tapanda 19-da 4 gələndə 23 düzgün cavabdır. Sonra 13-cü sual. 3x plus 4 çıx y 0 düz xətti 2x plus y üstə gəl 6 bərabər 0 düz xətti ilə hansı nöqtədə kəsişir? Burada qiymətləri verirsiniz, tapırsınız. Deməli, bu ifadə kəsişməsi üçün bunları bir-birinə bərabər eləmək lazımdır. Yəni, 3x plus 4 çıx y bərabərdir 2x üstə y plus 6. 3x-dən keçirdirəm 2x-i çıxanda qalır x. Y-dən, mənfi y-dən bu tərəfə keçəndə mənfi y olur. Çıxılsın 2y olur. Bu 4-ü də sağa keçirdəndə müsbət digər tərəfə keçəndə mənfi olur. 6-dan 4 çıxanda 2. İndi bu qiymətləri gətirib yazıram yerində. Hansının qiyməti 2-dirsə, birinci x gəlir, sonra y. X-in yerinə mənfi 2, y-in yerinə 2 yazanda görə qiyməti 2 olur, yoxsa yox. X-in yerinə mənfi 2 yazanda, y-in yerinə də 2 yazanda 2-dən 2-ni 2-yə vuranda 4. Mənfi 2-dən 4-ü çıxanda mənfi 6. Ödəmədi. X-in yerinə 2 yazıram, y-in yerinə isə nə yazıram? Mənfi 2 yazıram. Baxın, x-in yerinə 2 yazıram. Y-in yerinə isə mənfi 2 yazıram. Yenə də ödəməz. Baxaq. Mənfi 2-ni mənfi 2 müsbətli 2 isə 4 6 edir. Bu da ödəmədi. Sonra ikisinin də yerinə mənfi ədəd yazıram. X-in yerinə mənfi 2 yazıram. Y-in yerinə mənfi 2 yazanda müsbət 4 edir. Mənfi 2 isə 4 gələndə 2 edir. Deməli, cavab oldu D bəndi. 14-cü sualda yazılıb ki, x bölü 2 çıx y bölü 3 bərabər 2 dəniklər sistemində deməli, təniklər sistemində x çıx y-i tapmaq lazımdır. Bu ifadənin qiyməti tapmaq üçün yuxarını bir dənə mənfi 2-yə vururuq, işlər düzəlir. Yox. Mənfi 2-də 1-ə vururuq. Mənfi 2-də 1-ə vursaq, deməli, yuxarını mənfi 2-də 1-ə vuranda olur mənfi x böl 4 üstə gəl y böl 6 bərabərdir. 2-ni mənfi 2-də 1-ə vuranda mənfi 1 eləyir. Aşağını olduğu kimi köçürdürəm. X böl 4 çıx y böl 8 bərabərdir 4-ə. Buradan tərəf-tərəfə toplayanda getdi. Y böl 6 isə gəlirəm mənfi y böl
8. Mənfi 1 isə 4 gəlində 3 eləyir. Bunu 4-ə vururam, bunu da 3-ə vururam. 4y mənfi y 3-ə vuranda mənfi 3y bölünsün 24 bərabərdir 3-ə. 4y-dən 3y çıxanda y bölü 24 bərabərdir 100. Y-i tapıram 72. Y-i 72 tapmışamsa, gətirib birinci tənlikdə fərqi yoxdur. İkinci tənlikdə y-in yerinə mən 72-ni qoyub x-i tapıram. Məsələn, birinci tənliyi yazsaq, x bölü 2 çıxılsın 72-ni 3-ə böləndə 24 bərabərdir 2-yə. X bölü 2 bərabərdir 26. X oldu 52. Bizdən nə istəyir? Fərqini istəyir də. X-dən y deyildi çıxın. X-dən y çıxanda 52-dən çıxıram 72-ni. Bu da eləyir mənfi 20. Cavab oldu D bəndi. Sonra 15-ci sual. 15-ci sualda nə yazılıb? Deyir ki, x kvadratı y bərabərdir 12-dir. X kvadratı y kubu 75'ti. X kvadrat y kubunu y kvadratını hesablayın. Bunu hesaplamaq üçün tərəf-tərəfə bölmə üsulumuz var. Tərəf-tərəfə böləndə x kvadratları get. Y-i y-in kubuna böləndə qalır 1 bölünsün y-in kvadratı bərabərdir. 12-nin də bölünsün 75-ə. Üsə aparsam qalacaq 1 bölünsün y kvadratı bərabərdir 25-də 4-ə. Buradan 4y kvadratı bərabər. Buradan y kvadratını tapaq. Y kvadratını tapanda nəyə bərabər olur? Deməli 25 bölünsün 4-ə bərabər olur. Deməli buradan y tapsam, lazım deyil də y kvadrat bizdə 4-də 25-dir. Gətirib burada yerini yazmaq lazımdır. Yazmaq lazımdır. Deməli buradan gəlin onda x kvadratını tapaq. Y daha doğru tapaq. 5 bölünsün 2-dir. Düzdür. 25-dən kök 5-dir. 4-dən kök 2-dir. 5-i 2-yə böləndə 2 onda 5 bunun qiymətini aldım. Gətirib birinci tənliyi yazsaq. Bax, fikir verin. Birinci tənliyi yazanda yerinə. Olur x kvadrat vurulsun 2 tam 10-da 5 bərabərdir 12-yə. Buradan x kvadratı olacaq. 12-ni bölürəm nəyə? 2 10-da 5-ə. X kvadratı bərabərdir olacaq. Deməli, 120-ni elə bil bölürük 25-ə. 4 dəfə 100, 4 onda 8. X kvadratın qiyməti tapdım 4 onda 8. 4 onda 8, 48 bölü 10 kimi yaza bilərik. X kvadratın qiyməti 10-da 48, Y kvadratın 4-də 25. Bunları bir-birinə vururam. Yəni olur x kvadratı vurulsun y kvadratı. X kvadratın qiyməti 48 bölü 10-dur. Y kvadratın qiyməti 4-də 25-dir. 48 ilə 4 gedir, qalır 12 burada. 10 ilə 25 gedir, burada 5 qalır, burada 2 qalır. 12-ni 5-ə vur, 62-yə böl, 30 düzgün cavab Y bəndi.